Hamınıza salam. Atəşkəs sığorta adından xoş gördük. Bugün biz dəniz daşımalarının demək olar ki, gizli qəhrəmanı olan mavi kartdan danışacağıq. Heç düşünmüsünüzmü ki, bu kiçik sənəd olmadan qlobal ticarət necə iflic ola bilər və gəmilər limanlara niyə yaxın belə buraxılmaz? Gəlin birlikdə bu vacib mövzunun dərinliklərinə enək. Məsələni anlamaq üçün gəlin əvvəlcə problemin miqyasına baxaq. Baxın, gündəlik istifadə etdiyimiz əşyaların, geyindiyimiz paltarların, yediyimiz qidaların böyük əksəriyyəti bir nöqtədə mütləq gəmilərlə daşınır. Yəni, dəniz ticarəti əslində qlobal iqtisadiyyatın can damarıdır. Amma bu nəhəng sistem eyni zamanda inanılmaz dərəcədə böyük və bahalı risklərlə dolu bir sahədir. Bir anlıq təsəvvür edin. Açıq dənizdə nəhəng bir gəmi qəzaya uğrayır. Dənizə tonlarla neft axır. Sahil zolağı çirklənir, dəniz canlıları məhv olur. Yəni, ekologiyaya milyonlarla, bəlkə də milyardlarla dollarlıq ziyan dəyir. Üstəlik, batmış gəminin özü də digər gəmilər üçün təhlükə mənbəyidir. Bəs əsas sual, bütün bu fəlakətin xərcini, o dəhşətli təmizləmə işlərini, təzminatları kim ödəyəcək? Bu məsuliyyət kimin üzərindədir? Bax, bu sual beynəlxalq dənizçiliyin ən böyük baş ağrısıdır. Yaxşı, belə nəhəng bir problem varsa, onun mütləq qlobal bir həlli də olmalıdır, elə deyilmi? Bəli, var. Və bu həllin adı mavi kartdır. Gəlin indi aydınlaşdıraq ki, bu sənəd niyə gəmilər üçün adi bir kağız yox, əsl maliyyə pasportu sayılır? Baxın. Ən çox səhv salınan məqam budur. Mavi kartın özü sığorta müqaviləsi deyil. O, bir sübutdur. Sanki bir gəminin maliyyə pasportudur. Bu sənəd bütün dünyaya, bütün limanlara, bütün dövlətlərə sanki deyir ki, narahat olmayın. Əgər bu gəminin başına bir iş gəlsə, arxasında bütün zərəri ödəməyə qadir olan güclü bir sığorta təminatı var. Və bilin ki, bu sadəcə bir arayış deyil, bu beynəlxalq sulara giriş biletidir. Əgər sizin bu biletiniz, yəni mavi kartınız yoxdursa, dünyanın əksər limanlarının qapısı sizin üzünüzə sadəcə bağlı olacaq. Yəni, gəminiz qlobal ticarətdən kənarda qalacaq. Qaydalar bu qədər sadə və sərtdir. Yaxşı, bəs bu sistem konkret olaraq necə işləyir? Təbii ki, bütün risklər eyni deyil, buna görə də mavi kartlarda fərqli təhlükələrə qarşı xüsusi olaraq hazırlanmış növlərə bölünür. Gəlin onlara nəzər salaq. Bu cədvəldə dənizçiliyin 4 əsas riskinə qarşı 4 fərqli müdafiə qalxanını görürük. Birincisi CLC kartı. Bu, sırf neft tankerlərinin törədə biləcəyi o böyük ekoloji fəlakətlər üçündür. İkincisi, banker kartı. Bu isə tanker olmayan gəmilərin yanacağının sızması riskini əhatə edir. Üçüncüsü, wreck removal. Adından da göründüyü kimi, batmış bir gəminin sudan çıxarılması kimi inanılmaz bahalı bir əməliyyatı sığortalayır və nəhayət war, yəni müharibə kartı. Bu da müharibə, terror kimi fövqəladə hallarla bağlı risklərə qarşı maliyyə zəmanəti verir. Gördüyünüz kimi, hər bir kart fərqli bir senaryo üçün düşünülüb. Yaxşı, hər şey aydındır. Bu kart həyatı vacibdir. Bəs gəmi sahibi bu sənədi necə əldə edir? Proses mürəkkəbdirmi? Əslində xeyr. Proses kifayət qədər aydın və strukturlaşdırılmışdır. Gəlin bu zəncirə addım-addım baxaq. Birinci, atəşkah kimi etibarlı bir sığortacı gəmi sahibinin risklərini qiymətləndirir və ona mavi kartı təqdim edir. İkinci addımda bu kartda gəmi və sığortacı haqqında bütün lazımi məlumatlar qeyd olunur. Üçüncü addımda gəmi sahibi bu kartı alır və gəmisinin qeydiyyatda olduğu ölkəyə, yəni bayraq dövlətinə təqdim edir. Və nəhayət, dördüncü addımda həmin dövlət mavi karta əsaslanaraq gəmiyə beynəlxalq səviyyədə tanınan rəsmi sertifikatı verir. Sığortaçı, gəmi sahibi və dövlət arasında mükəmməl bir üçbucaqdır. Təbii ki, bu sistemin bu qədər etibarlı işləməsi üçün hər bir kartın üzərində dəqiq məlumatlar olmalıdır. Gəminin adı, onun sanki barmaq izi olan unikal IMO nömrəsi, qeydiyyatda olduğu liman və əlbəttə ki, sığortaçının adı və məlumatları. Bu detallar sayəsində hər hansı bir hadisə zamanı məsuliyyətin kimdə olduğu saniyələr içində aydın olur. Yəni, burada heç bir qeyri-müəyyənliyə, heç bir görəsənə yer yoxdur. Hər şey tam şəffafdır. Sonda gəlin bütün bu danışdıqlarımızı bir yerə yığaq və bu tek sənədin qlobal ticarət üçün niyə bu qədər kritik olduğunu bir daha vurğulayaq. Və bir çox vacib detal daha var. Mavi kart əbədi verilmir. Onun standart etibarlılıq müddəti cəmi 1 ildir. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, sistem özünü daim yeniləyir. Gəmi sahibləri hər il öz maliyyə dayanıqlılıqlarını və sığorta təminatlarını yenidən sübut etmək məcburiyyətindədirlər. Bu da qlobal ticarət zəncirində heç bir boşluğun yaranmasına zəmanət verir. Beləliklə, yekun nəticə budur. Mavi kart sadəcə bir sənəd deyil. O, həm qlobal ticarətin rahat axını, həm də planetimizin ətraf mühit təhlükəsizliyi üçün verilən fundamental bir zəmanətdir.
O, eyni anda həm biznesi, həm də təbiəti qoruyur. Bu məlumatlardan sonra düşünürəm ki, hər bir biznes sahibinin özünə verməli olduğu bir sual var. Mənim biznesim, mənim daşımalarım beynəlxalq suların bu sərt, amma ədalətli qaydalarına tam hazırdırmı? Unutmayın, qlobal bazarda uğurlu olmaq üçün bu qaydalara uyğunlaşmaq şərtdir və atəşgah sığorta olaraq biz sizin biznesinizin bu qlobal arenada inamla və təhlükəsiz şəkildə addımlaması üçün hər zaman yanınızdayıq.